Hal-hazırda 48 yaşlı bir pasiyentimizə orqan saxlayıcı əməliyyat etdik. Uşaqlığın çox sayılı mioması idi. Submukoz forma ilə. Bilirsiniz ki, submukoz forma uşaqlıq boşluğunun içində yerləşir və qanaxma verir. Çox da ona görə uşaqlığa çıxır. Biz burada 2 etaplı əməliyyat etdik. Daha doğrusu 3 etap. Birinci etap ondan ibarət idi ki, gistroskopla daxil olub uşaqlıq boşluğuna. Uşaqlıq boşluğunun içərisində olan düyünü götürdük. Ondan sonra laparoskopik olaraq uşaqlıq arteriyalarını klipslədik, bağladıq ki, qanamamız olmasın. Sonra isə intramural, yəni əzələ içərisində olan düyünləri götürdük. Əməliyyatdan zövq aldıq. Əməyə keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Xüsusilə də müəllimim Boris Soviçə təşəkkür edirəm. Несмотря на то, что мы оперировали женщину старшего возраста с множественной маткой, мы приложили все усилия для того, чтобы сохранить ей матку, сохранить ей орган, потому что для женщины это было очень принципиально и очень важно. И это потребовало много усилий, несколько операций, доступов использовать для лечения этой пациентки. Но мы как бы отнеслись к этому с пониманием и сделали для нее вот такую роль все равно еще. Спасибо большое. Сау.